Orxan bəy, hər vaxtınız xeyir olsun və Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın paytaxtı Bakıda keçiriləcək may ayının 17-sindən 22-sinə qədər. Qeyd edək ki, Cənubi Qafqazda və ümumiyyətlə Mərkəzi Asiya regionunda birinci dəfədir ki, bu tədbir məhz Bakı şəhərində keçirilir. Ümumiyyətlə adı çəkilən regionlarda ilk dəfədir ki, belə bir tədbir baş tutacaq. Burada tullantıların idarə edilməsi ilə bağlı vəziyyət də çox güman ki, müzakirə ediləcək. Çünki müasir şəhərsalmada sözgedən istiqamətlər vacibdir. Sizin görəcəyiniz işlər, sizin indiyə qədər bu tədbirlə bağlı atdığınız addımlar nədən ibarətdir? Təşəkkür edirəm, çox sağ olun. Mən də sizi və tamaşaçıları salamlayıram. Qeyd edeyim ki, ölkəmizdə keçirilən bu mötəbər tədbir çərçivəsində Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti olaraq biz də bərk məişət tullantılarının düzgün idarə olunması ilə bağlı həm şəhər əhalisinə, eyni zamanda tədbir çərçivəsində müxtəlif tədbirlərə biz qoşulacağıq, öz töhfəmizi verəcəyik. Sözsüz ki, şəhər mühitində yaşayan insanlara ən çox qayğılandıran məsələlərdən biri tullantıların düzgün idarə olunmasıdır. Təsəvvür edin, şəhər mühitində yaşayan hər kəs il ərzində 360-400 kiloqrama qədər bərk məişət tullantısı yaradır və bu tullantıların sonraki mərhələdə harada zərərsizləşdirilməsi, onun müasir üsullarla təkrar emala xammal kimi qazandırılması istiqamətində zəruri tədbirlərə ehtiyac var. Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti yarandığı gündən bu günə qədər bu istiqamətdə böyük müsbət təcrübə toplayıb. Belə ki, bir vaxtlar Bakı şəhərində ekoloji vəziyyətin istənilən səviyyədə olmamasına səbəb məhz Balaxanı şəhər tullantıları poligonu idi. 1963-cü ildən bu əraziyə gətirilən tullantılar açıq sahədə yandırılırdı və Bakının bir vaxtlar ən ciddi ekoloji fəlakət zonalarından biri idi. Həm də burada şəhər əhalisinin nəfəs almasında ciddi problemlər yaranırdı. Lakin sonradan isə həmin məkan sanitar poligona çevrildi. 2009-cu ildən bu günə qədər görülən işlərdən mən istərdim qısaca məlumat verim. Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poligonundan sonra Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu yaradıldı. Bakı bərk məişət tullantılarının yandırılması zavodu və Balaxanı Sənaye Parkı artıq bugün şəhərdə əmələ gələn tullantıların düzgün idarə olunmasına xidmət edir. Təsəvvür edin, Bakı şəhərində təkcə ötən il ərzində 1 milyon tona qədər bərk məişət tullantısı həmin bu təsərrüfat sahələrinə gətirilərək təhvil verilib. Sizin qeyd etdiyiniz kimi bizim əslində məqsədimiz məhz insanların bu istiqamətdə bizə də dəstək verməsidir. Bu tədbir çərçivəsində də məhz tullantıların düzgün idarə olunması müzakirə mövzularından biri olacaq. Bu istiqamətdə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təcrübəsi, eyni zamanda görülməsi vacib olan işlər müzakirə mövzusu olacaq. WUF-la qarşılıqlı WUF 13 demək işçi qrupu ilə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti arasında artıq bir memorandum imzalanması nəzərdə tutulub və bu çərçivədə tədbirdə əmələ gələcək tullantıların da məhz müasir üsullarla zərərsizləşdirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Əlavə olaraq qeyd edim ki, Bakı şəhərində hal-hazırda yaşıl və narıncı qutular yerləşdirilib. İnsanların, xüsusən Bakı şəhərinin sakinlərinin bu qutuların qaydalarına uyğun şəkildə davranmasının arzusundayıq. Yəni, narıncı qutuya çeşidlənməsi mümkün olan tullantılar atılsın, yaşıl rəngdə qutuya isə qeyd etdiyim qarışıq tullantılar atılsın. Bunun nəticəsində biz daha çox ətraf mühit üçün müsbət addım atmış olacağıq. Eyni zamanda təkrar emal üçün kifayət qədər xammal yaratmış olacağıq. Orxan bəy, mənim diqqətimi bir məsələ cəlb elədi. Az əvvəl qeyd elədiniz ki, memorandum imzalanacağı ehtimalı var WUF 13 proqramı çərçivəsində. Burada sadəcə tədbir çərçivəsində yığılan tullantıların çeşidlənməsi mi nəzərdə tutulub, yoxsa tədbir boyu fərqli sessiyalarda, panellərdə iştirakınız və digər ölkələrin təcrübəsini öyrənmək imkanımız da olacaq və ya bizim təcrübəmizdən faydalanmaq istəyən ölkə nümayəndələri də ola bilər? Sözsüz ki, biz davamlı olaraq bu istiqamətdə fəaliyyət göstəririk. Qeyd edim ki, şəhərdə əmələ gələn bərk məişət tullantılarının toplanması və daşınması Bakı şəhər icra hakimiyyətinin səlahiyyətində olan bir işdir. Amma qəbulu və zərərsizləşdirmə prosesi isə Təmiz Şəhər tərəfindən, yəni bizim cəmiyyətin təsərrüfat sahələrində bu iş həyata keçirilir. Sizin qeyd etdiyiniz kimi bu tədbir çərçivəsində də məhz əmələ gələn tullantıların düzgün idarə olunması ilə bağlı işçi qrup səviyyəsində də görüşlər təşkil olunub. Çünki
ölkəmizdə təşkil olunan böyük belə bu tipli beynəlxalq tədbirlərin də həm də bir korporativ sosial məsuliyyəti var. Yaratdığı tullantının sonrakı mərhələdə necə zərərsizləşdirilməsi ilə bağlı qarşı tərəf maraqlıdır və onlar Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə səfər edirlər. Burada baş verən proseslərlə yaxından tanış olurlar və eyni zamanda onlar Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin bu istiqamətdə gördüyü, əldə etdiyi müsbət təcrübənin sizin də qeyd etdiyiniz kimi həmin tədbirdə də ola bilsin hansısa tərəflər üçün əhəmiyyətli ola biləcəyi ilə bağlı məlumatlı olmasında bizim də müsbət nəticələrimizin əldə olmasına səbəb ola bilər. Eyni zamanda digər ölkələrdə. Xüsusən mən nəyi vurğulamaq istəyərdim? Bununla bağlı cəmiyyətin təsərrüfat sahələrindən biri olan Bakı Bərk Məişət Tullantılarının yandırılması zavodu Şərqi Avropa və MDB məkanında bu tipli ən böyük müəssisədir. Smart texnologiya əsasında fəaliyyət göstərən bir zavoddur. 500 min ton tullantının yandırılması nəticəsində burada 200 milyon kilovat saat, yəni 110 min ev təsərrüfatı və təxmini hesablamalara görə Gəncə boyda şəhərin enerji ilə təmin olunması gücündə bir fəaliyyət göstərən zavoddur. Və bu tipli zavodda fəaliyyət, bu tip zavodların digər ölkələr üçün də nümunə ola biləcəyi sözsüz ki, reallıqdır. Eyni zamanda digər məsələni mən vurğulamaq istəyirəm. Balaxanı Sənaye Parkı ilə bağlı. Siz təsəvvür edin, 2017-ci ildən bugünə qədər bu sənaye parkında 28 rezident qeydiyyatdan keçərək tullantıların təkrar emalı ilə məşğuldur. Hətta bugün Balaxanı Sənaye Parkında əldə olunan məhsullar Amerika Birləşmiş Ştatlarına ixrac olunur, digər inkişaf edən ölkələrə ixrac olunur və 57 milyon manat investisiyanın qarşılığında 2017-ci ildən bugünə qədər 410 milyon manat dəyərində məhsul istehsal olunub. Bunun 31 milyon manatı xarici ölkələrə ixrac olunub. Yəni, tullantıların idarə olunması ilə bağlı Azərbaycanın kifayət qədər müsbət təcrübəsi var. Bu tədbirdə də sözsüz ki, təmiz şəhər olaraq məhz Ümumdünya Şəhərlər Forumu çərçivəsində biz öz təcrübəmizi bölüşməkdə maraqlıyıq. Uğurlar arzuluyuruq sizə. Çox sağ olun Orxan bəy. Təşəkkürlər. Qeyd edim ki, birbaşa bağlantıda Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Orxan Cabbarovla danışdıq.